Salam dostlar, bugün sizlerle birlikte Minecraft'ta 1.21.1 sürümümüzdeki bütün başarımları tamamlamaya çalışacağım. Eğer bu serinin devamını bölüm 2'sini istiyorsanızsa aşağıda videolara katıp kanala abone unutmayın. Buna bölüm 2'si için bu video 5 like, 6 like gelse bunun bölüm 2'si gelecek. Onun için videomuza geçecek. F5 ha. Netiz akşam oldu. Şimdi başladık yine video. Bildiğiniz Minecraft'ta bütün başarımları tamamlayacağız. İlk gördüğünüz gibi sağ yukarıya taht öğretim tarif kitabı yardımcı olabilir. Yeni tarifler açıldı. Şimdi ilk olarak odun kırmakla başlayacağız. Yani 1.21.5'e her sürüm değiştikçe bildiğiniz gibi təzə başarımlar gelir ve 1.21.5'te çətin başarımlar var. Hop. Nəsiz akşam oldu. Püf, ben bu kadar akşam olacağını bilmirdim. Hop, ilk olarak crafting table eləyək. Çubuq. Hop, buradan gerek kazma eləyək sadəcə. Şimdi bunu ver. Des. Yani yerin altına girmək o kadar da istəmirəm. Çünki nə ola bilər ki, ən az akşam. Onsuz öldükcə də envanterimiz getmir. Yani ona göre rahatam. Yani hem de göz zombi yat, beni öldürürler. Bir tane taş şişeler ettim, kurtardı gitti. Hiç de dileyemezler beni. Hop. Odun kömür eləyəcəm bunlardan. Çünkü ışık. Işık nədir? Nədir? İndi. O crafting'i niye uyutmazdı? O nədir? Orada ben bonus sandığı atmıştım ya. Burada ne var? Kırık portal var, yok. Orada partlama. Oldu. Yaxşı, burada doğrudan ben bonus sandığı atmıştım. İndi yadıma düştü. Hüf. O bonus sandığı da isteyerek atmamıştım. Böyle. Hop. Canavar avcısı da olduk. İlk başarılarımızı tamamladık. İndi. Bak, böyle bir dənə tezlik. İndi başarımlara baxaq. Minecraft. Tahta kaz, taş devrində keçəcək. Dəmir tapacağıq. Macera bölümündə o şeyi tamamlamışıq. İndi bir dənə düşək, bir dənə daş qıraq. Daş devrine keçdim. Baxım tamamlandı. İndi ilk ana bölüm Minecraft bölümü çox asandır. Ancaq tarım ve hayvancılık da biraz çətin olacaq. O qədər çətin olmayacaq ancaq. Çünki bütün heyvanları çiftləşdirmək var, yəni evcilleşdirmək. Ən çətini nether olacaq. Nether yox, nether'ın arası çətindir. Yəni gidib netherite tapmaq o qədər çətin deyil. Onsuz bir yerə netherite bəsdir. Bütün zırhlarımızı netherite etmək var da. Kalıntılarla sağ beni. Bunlar niye bu kadar geç kırıldı? İndi crafting'im yukarıda kaldı. Hop, çıxaq. Ama yatak eləsəm əgər tatlı rüyalar başarımında olacağım. Bir dənə də başarım almış olacağım. Hələ belə təzə başlayırıq deyə. Belə indi çox da bir başarım, belə böyük başarımlar eləyə bilməyəcəm. Məsələn, bu bölümdə girib elmas axtarsam əgər yaxşı olacaq. Mesela bu bölümde belki de elmas seti alacağım. Vay, bu nədir? Şimdi sence bura. Bu da gitti, nasıl gider? Yine gidin biraz koyun aktarım, yatım səhər olsun. Oy dede, ne oldu day? Aha, tamam koyun. Aha, tapdım koyun. Bir başarım təzdən tamamlayacaq. Yine şöyle başarımlar da asandır aslında. Yani çətin başarım yoxdur ki, ümumiyyətlə. Bir dənə bu serini bitirəndən sonra bir dənə seriyə başlayarım. Heç başarım almadan bitirmək. Sən dayı vurmadan hara qədər gələcəksən? Ay, vurmurmuş ki. Püf. İndi qədər ancaq. Gəl. Sən adamı niyə bezdirsən? Deyirəm. Oha, ne oldu orada? Yay da çıktı. Ne şey? İndi. Hop.
crafting table'ımızı elədik. İndi buradan bir dənə yataq. Of, və taxtırıyorlar başarımı da tamamladıq. Bir başarım təzədən tamamladıq. Mina. Bomba kimi, süper, əla. İndi biraz yemək qalsın, bəlkə də maden düşür. Taxta qazandı heç işləməmək. Hop, inek, o neydi? Bunda var. Yox, deyil. Eşeği de yoktu. Uy bile, o neydi? Siz cöbaq verin yaxşısı. Biraz fəsatçıydı ona göre. Bunlara 4 tane dərim var. Bir tane akka eləyə bilərəm. Akka dinim ayaqqabı dana. Aha koyun. Yob ona bulə. Yob ona bulə. Nə tər təkimə koyun. Yob ona bulə. Burada da maden olmayan bir tane maden girişi var. Maden olmayan maden girişi. Aha kömür. Sen de bir tane çiz. Allah, odun kömür lazım olmadı. Mission completed. Odun kömür olsun. Neyinirdim ki olsa kömür tapacaqdım aslında. İndi bunları alın, biraz yeməklərimi pişireyim. Ondan sonra da iri madene elmas set olun. Çünkü ilk bölümde elmas set olmaq çox OP idi. Çox yaxşı olacaq, OP olacaq. Elmas set olsa peşə digər bölümdə netherite olaraq. Bu bölümü bir uzun eləmək istəyirəm. Bir 15-20 dəqiqəlik bölüm eləmək istəyirəm. Amma pulu çıxartmadan da. Hop. Bomba kimi. Madəndə ölmərəm yəqin ki. Yox, ölmərəm. Baba piroyam mən. Şimdi buradan fırınlarımızı, ocak. 3 tane eləyək. Oldu. Şimdi bunu bir 3 yerə bölək. Bunu bura at. Bunu bura. Uymaşım nə qədər inek ətim var imiş. Hələ pişi somonum da var. Balıq ətim. Oldu. Əsasında bir 8 gündür video atmıram. Səbəbim deyim, video editləmələrini deyim. Hardcore'un 2 bölümünü atmışam. 3-cü bölümü də yaxında verəcək. Ya sabah ya da sonrası gün. Hardcore'un davam edəcək. Bölüm 3. Hardcore belə izlənir ancaq yaxşı. Amma ən çox 1.16.5 hardcore'u yaxşı izlənmişdi. Mən dedim 1.21.5 hardcore çəkeyim. Amma 1.16.5 qədər izlənmədi 1.21 hardcore'u. Niyə? Məncə 1.21 hardcore daha yaxşı idi. Çünki ondan nə qədər farm eləmişdik, fiilləmişdik farmda. İndi biraz da daş qıra bilərəm buradan, lazım olur hər ehtimala qarşı. Bu qədər yemək bəs eləyər, öncə bəs eləməz. Paluqlarımız da pişsin, paluq. Oha, XP də verir. İndi mən belə burada yemək pişirəndə vaxt şey etmir ki. Neysə. Dəmir tapacağım, kazım eləyəcəm, zırh eləyəcəm. Macera bölümdə çox çətindir. Buna baxaraq türbünlə bunlar asandır. Tozacağım. Əslində o qədər də çox başarım yoxdur. Aşağı yolu çoxlaşır. Amma yuxarı tarım hayvancılıq çox çətin deyil. 1.23 çıxdıqda 1.23-də bir hardcore partladarıq. Hətta o hardcore'u 1.23-ə yüksəldirəm sürümünə. Bəs bu qədər demək. Bir dəfə nə aşağı qazım yoxsa? Əşli qaz bir dəfəlik belə aşağı. Bir dəqiqə belə qazmayaydım kaş. Cim çöldən qazım. İşıq da gəlsin içəri. Aha bax belə. Yox, buradan da yox. Buradan. Aha. Süper. Atdan getdik. Day getdik. Çatdıq, matdıq. Məntiqsiz oldu. 65-ci qatman deməli. Elmas tapmaq üçün elmas ən çox mənfi 30-lar 40-larda çıxır. Mənfi 30-a 40-a düşməliyəm mən. Yəni derin kaynaq daşı. Aha dəmir də yaxşıdır. Süper. Var nə qədər dəmir. Kazma nə qədər canlı qalıb. F3-yə basaq. F3-yə danışamıram. Hop.
Videomuzun ilk 10 dəqiqəsi tamamlandı və burada mən dəmirləri əridirəm və bir başarım da aldıq. Buradan dəmir kazmanı ilə. Bir yana başarım oldu. Dəmir kazma yadımdan çıxmış deyim mənim. Doğrudan dəri ayaqqabı şəkil eləməydim. Əslində dəri ayaqqabı lazımdır. Sonralar. İndi elmas. Buradan sonra end qısmı açıldı. Yox, end başqa yerdə olacaq. Lav kovası, kovaya tutacağım. Yəni bunlar biraz burada pişsin. Bunların hamısı pişəndən sonra mən videoya davam edəcəm. Gördüyünüz kimi hamısı pişdi. Mən buradan həm qalxan edim, həm dəmir balta, bir də kova elədim. Yəni bu daş baltanı at, yünə at, granitləri at, dioritləri at. Bu da bəs. İndi biraz da dərinlərə, indi kovanın eləmə səbəbi həm su alacağım. Su ancaq bir də lav alacağım da başarım üçün. Biraz da dəmir tapsam, dəmir zırh edəcəm. Dəmir zırhın üstünə eləmək üçün. İnşallah bu seri izlənər. İzlənməsə böyük ehtimal davamın gətirərəmmi, gətirmərəm, o baxarım da. Amma məsələn 20-30 görüntüləmə aldı. 5 like gəldi, 6 like demişdim ya 5 like demişdim. Hələ dediyim qədər like gəlsə, də serinin davamı gələcək. Yəni gördüyünüz kimi dostlar, 7-ci katmandayım və belə bir madənə rast gəldim. İndi görüm, elmas çıxmışsa dəmirdən yaddan tapacaq. Əla, dediyim kimi dəmirdə çıxdı. Deyirəm qoyun daşı da 56 ilə qırıldı. Lapis də alacam da, yəni lapis də çünki büyü masasında. Biri sizə yəqin olur, mən nəyə danışıram, lapis nə işə yarayır. Amma nə üçün istifadə edəcəyimi bilmişsiniz. Ağıllı olun adamı. Allah, bir başam tamamlayacağım indi. Biraz da meşale. Bu dəmirlər yenə alaq, bəh. Dəmir iyindən biləm, dəmir. Dəmirin iyin Allahım mən. Səncə qatman deyəm, -8. Mənfilərə tərəf gedirik, yavaş. Orada dəmir yox idi başqa. Hop, bir başarımla tamamladım, təzdən lavı qoy. İndi bəh. Neçə dəmirim oldu? 8 dənə. İndi bunlar da əridək. 2 fırın qoysam bəsdir. Hop. İndi biraz yuxarı çıxaq, oraqda dəmirdən yatdan. Allah verəndə nə var? Oha. Buralı xara qədər görürsən, yuxarı çıxır ancaq. Düşədə və dərinliklərdə biraz. Onu məsələn elmas tapmaq üçün. Bu video sən uzun getdi. Mən dedim yəni 20 dənə oyana getməyim. Qəşəydi madəm bura. Amma bu madən qəşəydi. Düşəcəm biraz. Dəmir göğsümü eləyim. Atım belimə. Qılınç lazımdır. Mən qılınç artıq qalsı eləyərəm də onsuz. Oha, bax, buradakı dəmiri görməmişəm. Qəşəy oldu. Biraz dəmir. Var imiş, bəh. Bərişatda olsun. Orağa getməmişəm. Gedib orağa da baxım. Həki buraqda dəmirdən yatdım çıxdı. Artıq da meşale olmaz. Biraz da meşale. Valla. Atlandıq canavar adamı. Bura xara gedir. Neçə katmanda bura? -1. -1-dən bura nəyə gəldim? Dəmir yatda çıxmadı. Ziyana girdim. Qızıl taş lazım deyil ki onsuz da. Qızıl taş mənim nəyimə lazım ola bilər. Bax, dəmir. Bəh. Bir dənə çıxdı. Sən nəmnəyi bəh. Bir dənə də adam kişi olar, 5-6 dənə qoydun, oraya 7-8 dənə. Bir dənə də artıs qoyub. İt balası. Bunda yarısın biri qataq bura. Boş dayanmasın. İndi gözlük bir başarımla tamamladım. İndi kalkan tutacağım, bunu eləyərəm. Obsidian qırmalıyım. Onun dəmir məcburdur. İndi bunlardan da bir dənə kask partladarım. Onun pantolonu çatmır. Buradakı bir dənə fırın alaq. İndi envanterimdəki lazımsız şeyləri bura ataq. Bura. Andezdə at, bu ikisini at, bunu at. Daşlar qalsın da, lazım ola bilər arada. Fırınları aldıq.
kask. Sigma boy olamı. İndi o beyakçı yerimizə getməyə gedək. Gedək orada görək nə var, nə yox, kim var, kim yox. Dəmir kazmada qırılacaq, yox, heç 0 dəmirim qaldı. Bu bölüm dəqiq elmas tapacağım yəqin ki. Bu videonu çox uzun tutmaq istəmirəm, ancaq böyle getcək deyəsən olsun. Aha, at, 2 sənə olur. Heh, Allah şükür. İndi mən o qədər də mən sıfır demirəm ki. Buna bir dənə tez nə tərəf vurdu ona var. O qalxanları birləşdirəcəm. Biraz yuxarıdakı yerlərə gedək. Yazı qalxanda bura. Çox da mənfiləri deyilmişdi bura. Çox da dərin deyilmiş bura. 41 dənə lapis bəs eləyərik. Yəqin ki. Aha, dava. 41 dənə partladım. Balta olum. Can düşərdim. Çuqulu. Əsas çuqulu deyil. Sıxışdırmayın. Böyle. Ay böyle. Çuqulu öldürəcək. Örümcəyə baxı. Altdan da göydən düşüyor. Çuqulunu öldürəcəm əsas. Ay böyle. Bunlar çox ağıllıdır. Saçma tak koydum. Sana verdim. Bunlar nəyə təhtilləri? Yəni oldu gələmsiz. Çuqulu öldü. Oldu, süper oldu. Çuqulu çox problemdir. Bir de buradan biraz da mənfilərə düşək. Mənfilər lazımdır aga. Mənfi, ay mənfi. Mənfi müsbət. Uy, cür. Dallama girdim səni, baxmadım. Məsələn çıxartmadım. Mənfi 50. Bəh. Of. Süper. Buna bax hələ. Sən başım. Sən ciddi nətər düşdü. Buna da biraz şeylik var. Bundan birisi tərsindən işləyir. Tıqıra nə var ki ya? Mən belə videoda dəfə dəmir kasım, ola elmas kasım. Bir də çətin olacaq. Gərək mən bütün başaranları tək videoda yazsam, 1-2 saatlıq video lazım deyil mənə. Təzə başlayanda da belə simol eləmədən nə elədim əvvəl, bütün başaranlar. Nəyəm valla? 40 dəqiqə tutmaq istəmərəm, yox 40 dəqiqə çox olar. Ujik. Hop. Gərək bura. Elmas da yox deyəcəydim ki. Elma. Bir dənə çıx dəqiqətən. Adam kişi olar, bir dənə nədir? 2-3 dənə qoydan ora. Nətər adamsın sən. Bir dənə çıxdı. Biz səni züvənəli. İndi biraz envanterimdə yer qalsın deyə bu yayları birləşdirək. 254 can. Bu dəmir də alaq. Dəmir də alsın bu çünki. Mənfi 47 deyəm. Buraya qıçın mənfi 50 yaz. Burada nə oxşar laf yer var o. Qəsəngdir. Bomba kimi, bujik kimi, süper əla. Survival atıram da uzaq quracağımız. Elmas çıxsıydı biraz da. 2 dənə elmas çıxsıydı, obsidian qıracaqdım. Genə çıxdı, bəlkə bir dənə olmasın. Poy bulu. Bir dənə nədə çıxır? Onda mən dostlar biraz elmas kasandan sonra video devam edəcəm. Gördüyünüz kimi dostlar 39 dənə elmas kastı. Yəni harca 1 saatdır madən deyən 39 dənə elmas yaxşıdır. İndi bütün zırh parçaların nədir la? Bütün zırhımı elmas edəcəm. Hop.
bir tane de ayakkabı ve pantolon. Elmas kazma elədim yani dostlar. Yani videonun kayıtda olmayan da elədim. Bunları ataq. Deri pantolon ayakkabını saxlayacağım. Sonra bunu at. Lazımsa eşyaları atacağım. Bunu at. Ayakkabı qalsın qarda, tozlaşmış qarda istifadə edirəm. 5 tane dostlar bir işe yaramaz at. Hem de 14 tane obsidian da kastım dostlar. Çünkü bildiğiniz gibi hem 4 tane biyos için onların da portal için. Numadan hep şey kalmadı ki 12 tane elmasımız da artıqdan qaldı. 2 tane de biyos 10 tane elmas artıqdan qalacaq. Numadan hep şey kalmadı ki çıxa bilir. Az qalsın atdıqlarımız. Numadan çıxa bilərəm də hal-hazırda. Onda burada lavda özümüzü yandıraq. Zırhımı çıxardım sonra. Zırhın cana gitmez. Oldu. Yeniden canlan. Hop. Zırhımı yeniden. Hop. Püf. Yani böyle oldu bu bölümünde. Yani indi videonu bitirmeyeyim bilmirəm. Onu ev düzeltmedim. Yani dostlar ben gördüm ki burada bir tane tüm dengeli her şeyi yeme bir tane başlanım var. Onu biraz başlamağa eləməyə çalışacağım. Onun için biraz heyvan öldürən çiğləri, pişmişləri. Yani bunu videonun dışında tamamlamayacağım. Hiç bir başlanım tamamlamayacağım videonun dışında. Bal kabağı oturdu. Köy tapdım. Qəşəng. Bal kabağı turtası için lazımdı. Azıcık yeməkdə nə örümcək gözü yerdim. Yəni o da yeməli bir şey için. Yemək sayılar yani. Sıçrayıcı yok diyor. O sonduk. Hiç çıkmadı. Zibil. Ondan bu spam pointi bu köye aldım da. Demir kalem öldürmeyeceğim. Demirim az olsa da tık lazımda kadar var. Ama demir lazım olacaqda yenə də. Bir azıcık şimdi örümcək gücünü yerdim. Bir örümcək gücü sayılacaq. 6 da. 7 oldu, haber sayıldı. Ondan sonra videomuzu bitirək. Onu dostlar, videomuz bu kadar. Videomuz bu kadar olsun. Aşağıda bunun bölümcüsünü gelmesi için dediğim gibi aşağıda videoda kanala abone olmayı ve bye bye.